bunu sənə sakitcə deyən olmayacaq. Adətən insanlar ya səni təsəlli edir, ya da ümumiyyətlə susur. Amma mən sənə olduğu kimi deyəcəm hər şeyi. Həyat sən düşündüyün qədər mərhəmətli deyil. Bəzən heç səbəb olmadan itirəcəksən. Bəzən çox istədiyin şeylər sənin olmayacaq. Hətta bəzən ən çox haqq edən sən olacaqsan, amma yenə də qazanmayacaqsan. Çünki həyat kim daha çox haqq edir prinsipi ilə işləmir. Həyat sadəcə baş verir. İnsanlar, onlar da düşündüyün kimi deyil. Sən kimsə üçün ürəyini açacaqsan, o isə sadəcə maraqlı bir hekayə dinləyirmiş kimi qulaq asacaq. Sən kiminsə üçün gecələr oyaq qalacaqsan. O isə sənin adını belə unutmağa başlayacaq. Çünki çox adam səni hiss etdiyin kimi hiss etmir. Onlar sadəcə öz rahatlıqlarını düşünürlər. Ən ağrılı tərəfi isə budur ki, sən kimisə çox istəyəndə onu itirmək qorxusu ilə yaşayırsan. Və bu qorxu səni dəyişir. Səni səssizləşdirir, səni geri çəkir, səni özündən uzaqlaşdırır. Bir gün güzgüyə baxırsan və deyirsən, bu mən deyiləm. Amma gec olur. Çünki sən artıq kiminsə sevgisini itirməmək üçün özünü itirmisən. Bir də görürsən ki, sən hər kəsə çatmağa çalışdıqca heç kim sənə çatmır. Sən anlayış göstərirsən, səbr edirsən, bağışlayırsan, amma eyni şeyi sənə edən çox az adam, hətta bəzən heç kəs olmur. Çünki insanlar yaxşılığı tez mənimsəyir. Sənin verdiyin dəyər onların gözündə dəyərsizləşir. Bilirsən ən böyük səhv nədir? İnsanları dəyişə biləcəyinə inanmaq. Sən düşünürsən ki, biraz daha sevgi versən, biraz daha səbr etsən, hər şey düzələcək. Amma yox. İnsanlar yalnız özləri istəyəndə dəyişir. Sən nə qədər çalışsan da istəməyən birini dəyişə bilməzsən. Və bir gün anlayırsan ki, sən çox yorulmusan. Səbəbsiz deyil. Sadəcə həddindən artıq çox şeyə dözmüsən. Həddindən artıq çox şeyi içində saxlamısan. Həddindən artıq çox problem deyil demişsən. Halbuki problem olub. Ən çətin an isə budur ki, sən artıq əvvəlki kimi hiss edə bilmirsən. Nə əvvəlki kimi sevinirsən, nə də əvvəlki kimi üzülürsən. Sanki içində nəsə sönüb. Bu pis deyil. Sadəcə həyatın sənə qoyduğu izdir. Sən daha əvvəlki saf insan deyilsən. Amma bəlkə də daha real, daha sərbəst birisən. Bir həqiqəti də qəbul et ki, heç kim həmişə sənin yanında qalmayacaq. İnsanlar gəlir və gedir.
Bəziləri dərs kimi, bəziləri yara kimi qalır. Amma heç kim qalıcı deyil. Hətta ən heç vaxt getməz dediklərin belə bir gün yadlaşa bilər. Sən isə qalacaqsan özünlə, öz fikirlərinlə, öz xatirələrinlə, öz xəyallarınla. Ona görə də bir gün dayanıb özünə sual verəcəksən. Mən kim üçün yaşadım? Əgər cavabın həmişə başqaları olsa, onda bir ki gecikmisən. Həyatın ən acı dərslərindən biri də budur ki, özünü seçmədiyin hər an kiminsə səni istifadə edəcəyinin şahidi olacaqsan. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən, amma nəticə eyni olacaq. Sən boşalacaqsan, sən boşluqda qalacaqsan. Bir an gözünü açıb ətrafa baxanda başa düşəcəksən ki, artıq sənin yanında heç kəs, amma heç kəs yoxdur. Və nəhayət bunu unutma. Sən bu həyatda ya öz dəyərin üçün müəyyən sınaqlardan keçməlisən, öz dəyərini özün müəyyən etməlisən, ya da başqalarının səni necə gördüyü ilə yaşayacaqsan. İkisinin ortası yoxdur. İndi sual sadədir, amma cavabı ağırdır. Sən öz həyatını yaşayacaqsan, yoxsa sadəcə kimlərinsə həyatında rol olacaqsan?